Allah adamın ağlını əlindən almasın. Yalan danışırsınız. Bari elə danışırsınız ki, inandırıcı ola. Seyid Əli Xameneyi 8 il davam edən İran-İraq müharibəsində ölkədən qaçmadı. Bu 45 il ərzində bütün təzyiqlərə, sanksiyalara, terrorlara, şantajlara baxmayaraq ölkəni qoyub qaçmadı. Hacı Qasim Süleymani şəhid edildi. O dövlətdə onun üçün çox mühüm simalardan biri idi. Onda qaçmadı. Məhsəb əmini bəhanəsi ilə ölkədə böyük ixtişaşlar düşdü. Əmniyyət işçiləri, günahsız vətəndaşlar şəhid edildi. Onda qaçmadı. İndi qaçacaq. Kimdən? Trumpdan. Niyə? Venezuelanın prezidentini oğurladığına görə. Əziz mömin bacı və qardaşlar, buna görə deyirik ki, təbii cihadı çox mühümdür. Bu cür yalan şayələrin qabağını almaq bizim vəzifəmizdir və buna görə sorğu-sual olunacaq. Bu cür şayələrin yayılmağına icazə verməyin.